Nəyi bilmirsən? Bilməm o kimdir. Bəs niyə ağza idin elə? Yox, deyirəm, yəni bilmirəm də, bilmirəm. Yox, Onu dedim, yəni qulaq bilsəm asanda niyə ağza idin? Bəs universal idin sən. Bu özdə şahısı oxuya bilərsən. Sən bilirsən, yalan deyirsən. Bəs deyirdim, mən yalan demirəm. Zat, bilirəm, amma deməyəcəm. Ay, sağ ol. Denəm bilirəm, amma adını çəkmək istəmirəm. Yox. Niyə? Nə qəşdir gələcək? Ürəyim belə istəyir. Yaxşı, bir dənə gözlə. Musiqinin səsini qaldırın, mənim qulağıma desin, görüm düz bilirmi? Yox, indi ad dedi. Mən indi onun dediyi adı deyəmmərəm. Çünki anda belədir. Sən Allah resmə demədi, mənim dedim yəni. Yox, düz bilir. Bilir. Bilmirəm ki, Azərbaycanda yaşamıram. Cəmilə xanımın bildiyini gözəl bilirəm, çünki o xanımı çox sevir. Onu biləm. O xanım da, Cəmilə xanım, münasibətiniz necədir o xanım? Əladır deyim. Rəşad kimdir? Məncə Hiss xanımdır. Cəmil? Hiss olur. Hiss, mənim ən çox sevdiyim müğənni. Ən çox sevdim. Azərbaycanı dünyada da təmsil eləyir. Yeniyetmələr arasında ən belə pozitiv, mənim ən çox ürəyimdən olan o qızdır. Mikrofonu götür. Niyə adını demədin? Zar, mən bu haqda danışmayacağam. Hisslə sizin aranız necə? Yox, bu haqda mən danışmayacağam. Problem olub nəsə? İstəmirəm danışam. Mənim xəbərim yoxdur. Mən hamısını... Bugün... Sən xəbər. Cəmil xanım, bugün Hiss mi daha məşhurdur, tanınır, yoxsa Ofelia Şabanova? Hiss. Əlbəttə. Əlbəttə hiss. Nəinki Azərbaycanda, Türkiyədə, dünyada məşhurdur. Çox məşhurdur. Rastdan mı bu kimlə Ofelia? Yox. Söhbət hissdən getmir. Cəmilə xanımın fikrindən gedir. Sizə bir söz deyim Zahir bəy. Bəli. Mən nə qədər tanıdım, tanınmadım. Mənim ən böyük titulum bilirsiniz nədir? Mən Azərbaycan kişiləri tərəfindən Ofelia bacı adı qazanmışam. Mənə kifayət edir. Ay xanım, Tanınmağıma sənətdən da... danışır. Yox, sağ ol, sən Allah, ömür boyu sözümü yanlış saxladın. Elə şey zad yoxdur. Sənətdən danışır. Lap tanınmağım da gözəldir. Ən azından bir küçə çıxında, ay Ofelia Şabanova. Ən azından kişilər də Ofelia bacımız necəsiz? Sizə mənə bu tanınmaq kifayətdir. Ay xanım. Zaten adım şərəfli tanınıram. Və salam Ay bu xanım. qədər. Yəni ayxanımızda yoxdur. Bir də mikrofonu götürün.